düşünürdük açığı, fikirləşirdik ki, neyniyək? Və bir gün bir dizaynerimizin kompüterində bir avtomobil şəkli gördüm. Mənim şirkətimi tanıyanlar bilirlər, şirkətimin logosu qırmızı Lamborghini'dir demək olar ki. Və bir avtomobil şəkli gördüm. Soruşdum bu nə üçündür? Mənə bildirdi ki, bu mənim gələcək hədəfimdir. Mən bunun üçün çalışıram və bir gün onun sahibi olacağına inanıram. Mən də düşündüm ki, əgər bu ona motivasiya verirsə, yəni bizim üçün motivasiya çox önəmli bir şeydir. Mənim özüm üçün belə, bütün çalışanlarım üçün, hamısı üçün motivasiya önəmlidir. Düşündüm ki, o avtomobili alaq, yeni ofisimizin girişinə qoyaq. Hər səhər işə gələndə düşünün ki, misal üçün o avtomobili görsün, hər axşam işdən çıxanda o avtomobili görsün və daha güclü motivasiya ilə çalışsın, deyilmi? Amma bu bəs eləmirdi də, yeni bir şey lazım idi. Ona görə belə bir qərar verdik ki, yeni ofisimiz açılandan 4 il müddətində ən yaxşı dizaynerimiz kim olacaqsa, o avtomobil onun olsun. Və artıq 1 ilimiz yola vermişik, 3 ilimiz qalıb. Bu gün komandamız çox böyüyüb. Mən bütün çalışan komanda yoldaşlarımın hamısına çox güvənirəm və bəlkə də Azərbaycanın yeganə şirkətlərdənik ki, hər gün saysız CV-lər alırıq, saysız istəklər alırıq, amma seçilən hər kəs ilk öncə üzünə baxıb seçir.